Yəqin ki, son günlərdə sosial şəbəkələrdə və dünyada gündəm olan Jeffrey Epsteinlə bağlı açıqlanan sənədləri eşitmisiniz. Uşaq istismarı və gənc qızların cinsi ticarətini həyata keçirən Jeffrey Epsteinin dünya liderləri, baş nazirlər, millət vəkilləri, səfirlər və hətta universitet professorları və dünyaca məşhur zənginlərlə əlaqədə olduğu elan olundu. 8 milyona yaxın sənədin üzə çıxarıldığı qeyd olunur. Nə gözləyirdi ki, illərdir bizlərə insan hüquqlarından və qadın azalığından danışan kəslərin azyaşlı və gənc qızlara təcavüz edəcək qədər murdarlaşmış, kiçik uşaqlara öz murdar ayinlərində qurban verəcək qədər şərəfsizləşmiş olduqlarını bütün dünya gördü. Bəs haradadır bizlərə dəyərlərimizin geri qalmış və inkişafdan kənar olduğunu söyləyib, bu murdarlıqlara bulanmış kəsləri müasir təqdim edənlər? Haradadır onlar? Niyə indi səsiniz çıxmır? Dərs kitablarında gənclərə ideal şəxsiyyətlər kimi təqdim etdiyiniz adamlar pedofil çıxdılar. Daha dünən təsəttürün inkişafı mane olduğunu iddia edən videolar paylaşdırılır sosial şəbəkələrdə. Biz burada öz dəyərlərini ayaqlar altına alıb, bu kəsləri müasir və tərəqqi üzrə görən cəhalət abidələrini izləyirik. Düşün, dünyaca məşhur bioloq və təkamül nəzəriyyəsi müdafiəçisi ateist Richard Dawkinsin Epstein'in şəkilləri yayınlandı. Adamın kitabları bütün dünyada reklam olunur və satılır. İrəncilik dolu səhifələrin açılmasında o kitabların niyə qədər çox reklam olunduğu və satıldığı məlumumuz oldu. Dawkins kitabında İslamın və bütün dinlərin inkişafı mane olduğunu və artıq inkişaf etmiş dünyada dinlərə yer olmadığını yazırdı. Ateizmin artıq daha müasir bir ideologiya olduğunu iddia edirdi. Bəli, müasir dünya. Bunların müasirlik və mədənilik çərçivəsini Epstein'ə kifayət qədər gördük. Ateizm liderlərinin ayrı-ayrı hər birinin Epstein adasını səyahət etdiyi açıqlandı. Daha da qəribə olan bir şey deyim sizə. Həmin adada bilirsinizmi nə ilə məşğul olurdular? Azyaşlıların qurban mərasimləri ilə. Bəli, uşaqları təcavüz etdikdən sonra masonist rituallarla qətlə yetirib parçalara ayırıldılar. Və sonrasında nə edirdilər? Paramparça olmuş uşaq cəsədlərinin ətlərini yeyirdilər. İnsan bunları tələffüz edərkən belə vicdanı sızlayır. Amma onlar bunu zövq alıb edirdilər. İndi ortaya bir sual çıxır. Biz hələ də bu kəsləri və onları müasir və mədəni sayan cəhalət abidələrini dinləyib dəyərlərimizi və insanlığımızı ayaqlar altına mı alacağıq, yoxsa dəyərlərimizi və bizi biz edən dinimizə sarılıb səhvimizi bəllim edəcəyik? Bu həyatda insana dəyər qazandıran, onu müdafiə və uğrunda fədakarlıq göstərdiyi hədəflər edir. Bütün gözəllikləri və möhtəşəm tarixi məxsus mədəniyyətini özündə birləşdirən İslama sarılmaq yerinə biz hələ də bu uşaq qatillərini özümüzə ideal götürəcəyik. Millətlər sadəcə topla tüfənglə məhv edilmir. Dəyərləri və mədəniyyətlərindən almış millət yerinə saymaq özünə adət edər.